Hello, dear children. Salam, əziz uşaqlar. Unit 2, Lesson 3. İkinci bölüm, üçüncü dərs. Exercise 1, on page 22. Birinci tapşırıq, səhifə 22-də. Listen and repeat. Dinlə və təkrar et. Uşaqlar, gəlin öncə oxuyaq və tərcümə edək. Carl's idea. Carl'ın fikri. Uşaqlar, idea sözü Azərbaycan dilinə fikir və ideya olaraq tərcümə olunur. Hi, my name is Carl. I'm 6. Salam, mənim adım Carl'dır. Mənim 6 yaşım var. I have a lot of clay and I have an idea. Mənim çoxlu gilim var və mənim bir ideyam var. Look, now I have a pencil, an eraser and a ruler. Bax, indi mənim bir karandaşım, bir pozanım və bir xətkeşim var. I have a pencil, an eraser and a ruler. Mənim bir karandaşım, bir pozanım və bir xətkeşim var. And now I have 2 crayons. Və indi mənim 2 rəngli təbaşirim var. Mom, look at my clay school supplies. Ana, bax, mənim məktəbli ləvazimatlarım. Oh no. Ah, xeyr. Uşaqlar, indi də Carl's idea hekayəsini dinləyək. Carl's idea. Hi, my name's Carl. I'm 6. I have a lot of clay, and I have an idea. Look, now I have a pencil, an eraser, and a ruler. I have a pencil, an eraser, and a ruler, and now I have 2 crayons. Mom, look at my clay school supplies. Oh no! Exercise 2. İkinci tapşırıq. Listen again to Carl's idea. Carl'ın fikri hekayəsini yenidən dinləyək. Uşaqlar, burada bayaqki dinləmə mətnini yenidən dinləyə bilərsiniz. Exercise 3. Üçüncü tapşırıq. Choose. Seç. Uşaqlar, birinci tapşırıqdan artıq biz Carl'ı tanıyırıq. Üçüncü tapşırıqda isə biz onun haqqında verilən bilgilərin doğru və ya yanlış olduğunu qeyd edəcəyik. Yes or no. Bəli və ya xeyr. Birinci cümləmizi oxuyuram. Carl is 7. Carl'ın 7 yaşı var. Birinci tapşırıqdan öyrəndik ki, Carl'ın 6 yaşı var. Ona görə də biz no variantını, yəni xeyr variantını seçəcəyik. İkinci cümləmiz. Carl has a pencil. Carl'ın bir karandaşı var. Burada isə yes, yəni bəli variantını seçəcəyik. Çünki doğrudan da Carl'ın bir karandaşı vardı. Üçüncü cümləmiz. Carl has a pen. Carl'ın bir qələmi var. Burada no, xeyr variantını seçəcəyik. Birinci tapşırıqdan öyrəndik ki, Carl'ın qələmi yoxdur. Və sonuncu, dördüncü cümləmiz. Carl has an eraser. Carl'ın bir pozanı var. Burada isə biz yes variantını seçəcəyik, yəni bəli variantını. Çünki öyrəndik ki, Carl'ın pozanı vardı. Exercise 4. Dördüncü tapşırıq. Choose the problem with Carl's school supplies. Carl'ın məktəb ləvazimatları ilə bağlı problemini seçin. Uşaqlar, bu tapşırıqda biz birinci variantda karandaş, ikinci variantda pozan, üçüncü variantda isə gil rəsmi görürük. Uşaqlar, Carl'ın problemi gildən hazırladığı məktəb ləvazimatlarının öz formasını itirməsi ilə yaranmışdır. Bu səbəbdən də biz üçüncü variantı seçib clay, yəni gil yazırıq. 23-cü səhifənin üst bölümündə
bizə 2 yeni hərf verilmişdir. Bu hərflərdən birincisi C hərfidir. C hərfi tələffüz zamanı 2 səs verə bilir. Birincisi S kimi tələffüz olunur. Məsələn, pencil, karandaş. Clay sözündə isə C hərfi K səsi kimi səslənir. Clay, yəni gil, plastilinə bənzər bir materialdır. İkinci yeni hərfimiz isə V hərfidir. V hərfi V səsi kimi tələffüz olunur. Məsələn, have. Have sahib olmaq, malik olmaq deməkdir. Uşaqlar, sizə bu 2 yeni hərfin əl yazısını təqdim edirəm.